Bilirsiniz ki, keçən ilin aprelində keçirilən Ermənistanda yerli seçkilərdə Gümrü şəhərində müxalifət qüvvələri bir namizədə dəstək verdilər. Baxmayaraq ki, orada da fərqli siyasi partiyalar iştirak edirlər səs vermədə və Paşinyanın partiyasının nümayəndəsi hamıdan çox səs alsa da, amma o 50%lik bariyeri keçə bilmədiyinə görə digər qüvvələr birləşdilər və Komünist Partiyasının nümayəndəsi olan Vardan Qulhasyanı önə çıxardılar və onun mer olmasını təmin etdilər. Doğrudur, o sonra həbs olundu korrupsiya ilə bağlı, amma indi ev dustaqlığına buraxılıb. Ermənistanda da müxalifət zəiflədilmiş və parçalanmış vəziyyətdədir. Və nəzərə alsaq ki, bu müxalifətin mütləq əksəriyyəti birbaşa və dolayısıyla Rusiya bağlı qüvvələrdir. Bu, həm Koçaryanın qruppası olsun, həm Sarkisyanın qruppası olsun, Samvel Karapetyan olsun, Andranik Tevanyan olsun və digərləri olsun. Bunlar birbaşa Rusiya ilə bağlı qüvvələrdir. Sadəcə olaraq Rusiya üçün çətinlik yaradan moment ondan ibarət idi ki, son dövrlərə qədər onlar vahid namizəd və cəmiyyətin qəbul edəcəyi vahid namizəd tapıntısında çətinlik çəkirdilər. Son dövrlər, yəni son bir ildə əslində Rusiya tərəfi növbəti bir oliqarxı önə sürdü. Bilirsiniz ki, 2022-ci ildə Ruben Vardanyan Qarabağa ezam olunmuşdu, onun taleyi bəllidir. Ardınca keçən ilin iyununda Samvel Karapetyan, yəni Rusiyada yaşayan milyarder və Ermənistanda çox ciddi investisiyaları olan və Ermənistan və elektrik şəbəkənin faktiki sahibi olmuş bir şəxs siyasi cəhətdən önə çıxarılmağa çalışdı və indi onun da bir partiyası yaradıldı və Rusiyanın niyyəti məhz digər qüvvələrin də qəbul olunmuş namizəd ətrafında birləşməsinə, təmərküzləşməsinə dəstək verməkdir. Və heç təsadüfi deyil ki, Samvel Karapetyan məsələsi önə çıxandan sonra Robert Koçaryanın bir açıqlaması vardı. O bildirirdi ki, onlar üçün önəmli olan onun partiyası yaxud blokunun qələbəsi deyil, onlar üçün önəmli olan daha cəmiyyətin ciddi qəbul etdiyi, səs verdiyi, etimad göstərdiyi və onlarla eyni ideyaları bölüşən qüvvələrə dəstək verməyə hazırdılar. Eyni fikir Sarkisyandan da gəldi və digərləri də. Artıq Sarkisyan dönəmində parlamentdə bir neçə dəfə ikinci partiya rolunda çıxış eləmiş Qavik Sarıkyan da, yəni Çiçəklənən Ermənistan partiyasının sədri də aktivləşib. Onun dünən Artur Vanesyan da görüş keçir. Artıq müxalif qüvvələr arasında intensiv bir məsləhətləşmələrin getdiyini biz görməkdəyik. O baxımdan Paşinyan işi kifayət qədər çətin olacaq seçkilərdə. Əgər bu qüvvələr hamısı təmərküzləşdirər, onlar kifayət qədər baş ağrısı yarada bilərlər. Və nəzərə alsaq ki, Samvel Karapetyan doğrudur, hal-hazırda ev dustağıdır. Digər tərəfdən, hüquqi cəhətdən onun Ermənistanda baş nazir olması yolları bağlıdır. Belə ki, o ikili vətəndaşlığa malik olduğundan Ermənistan konstitusiyasına görə o baş nazir ola bilməz. Hal-hazırda bütün hesablamalar onun üzərində aparılır ki, müxalif qüvvələr parlamentdə üstünlüyü təşkil edərlərsə, onlar konstitusiyada dəyişiklik edib Samvel Karapetyanın baş nazirlik yolunu açsınlar. O baxımdan hal-hazırda müxalifət düşərgəsində də biz intensiv bir müzakirələri görürük. Hakimiyyət də təbii ki, yerində durmur, o da öz rəqiblərini müxtəlif formalarda zəiflətməyə çalışır. Doğrudur, demək 4-5 ay öncə tutulan şəxslərin bir xeylisi ev dustaqlığına buraxılıb, bayaq siz də qeyd elədiniz. Bu həm Gümrünün arxiyepiskopu Acapaxyan olmaqla Katolikos Qareginin qardaşı oğlu və digər şəxslər Samvel Karapetyan özü olsun, bunlar ev dustaqlığına buraxıblar. Burada hesab edilən iki məqsəd var. Bir, həm Paşinyan görünür ki, öz gücünə arxayındır və onun son çıxışları da bunu deməyə əsas verir. O bildirdi ki, hansısa bir dövlətə bağlı keçmiş prezidentlər, rəsmilər və oliqarxlar parlamentə heç bir halda düşməyəcəklər. Yəni, bu özünü inam baxımından bir göstərici sayıla bilər. Digər tərəfdən, Paşinyan hakimiyyətinin son dövrlərdə avtoritarizmə yuvarlanmaqda ittiham edirdi müxalifət. Görünür ki, həm də məhz onları ev dustaqlığına buraxmaqla, amma istintaq altında saxlamaqla müəyyən qədər bu tənqidin dozasını aşağı salmağa çalışır. Bütün hallarda biz qarşıdakı 3 ay yarımda Ermənistan siyasi mühitində olduqca ciddi çalxalanma və gərginlikləri müşahidə edəcəyik.